Baxın, doktor, bir şeyi mən nəzərə çatdırmaq istəyirəm ki, bəzi xəstəliklər vardır ki, bunlarda xəstəlik dərman qədər qidalama çox önəmlidir. Hətta mən dünən bir pasiyentlə telefon söhbətimiz olmuşdu, WhatsApp söhbətimiz. O yazdı ki, çox araşdırıcı bir pasiyentim var. Mən deyim ki, mənim pasiyentlərimin əksəriyyəti çox araşdırıcı, hər şeyi yazdıqları hər şeyi araşdırırlar. Yazdığım hər şeyi araşdırırlar. Yazdı ki, doktor, bəs mən belə başa düşdüm ki, xəstəliklərin əksəriyyətində qidalanma yəni önəmlidir. Həqiqətən də belədir. Baxın, sadalayaq çox xəstəliklərini. Ən birinci başlayaq şəkərli diabet xəstəliyi ilə. Həqiqətən şəkərli diabet xəstəliyi nə qədər də kompleks dərmanlar çıxsa da, təbabət nə qədər inkişaf eləsə də, yəni qidalama dərman qədər önəmlidir. Yəni nə qədər istəyirsiniz düzgün dərman için. Amma yenə də qidalanmağımıza əgər diqqət eləməsək, şəkəri kontrolda saxlamaq olmur. Mütləq qidalanmaya diqqət eləmək lazımdır. Və yaxud da ki, belə deyim də, böyrək yetməməzliyi, xroniki böyrək yetməməzliyi dializ mərhələsinə çatınca, sonuncu mərhələyə çatınca, məsələn, çox kreatinin normada olması üçün qidalanma çox önəmlidir. Yəni buna mütləq diqqət eləməlidirlər. Düzdür, bizdə diqqət eləyən çox azdır, amma diqqət eləmək lazımdır. Çoxu xəstəliklərdə və yaxud da ki, endokrin xəstəliklərin əksəriyyətində qidalanma çox önəmlidir. Yəni bunlara belə deyim, əməl eləmək lazımdır. Ona görə bu günləri ən çox da bayaq dediyim kimi tip 1 şəkərli diabet xəstələri, yəni yuxarı aşağı şəkərli diabet xəstələrinin qidalanması eyni olur, amma tip 1 şəkərli diabet xəstələrində bunlar insulindən asılı olduğu üçün, insulin vurduqları üçün bunlar qidalanmada karbohidratı saymalıdırlar və bu karbohidrat necə sayılmalıdır? Bunlar haqqında mən məlumat vermək istəyirəm. Qidalar vardır ki, bunların tərkibində karbohidratın miqdarı çoxdur. Bəzi qidalar var ki, karbohidratın miqdarı azdır. Bəzi qidalar vardır ki, ümumiyyətlə karbohidrat yoxdur. Təkcə proteindən ibarətdir və yaxud da ki, yağdan ibarətdir. Yəni, əgər biz tip 1 şəkərli diabet xəstəliyindən əziyyət çəkiriksə, mütləq tərkibində karbohidrat olan qidaların tərkibində nə qədər karbohidrat olduğunu bilməliyik ki, sonuçda biz çünki bir mütənasib bir tənlik quracağıq və o ilə də hesablamalıyıq ki, biz bunu yediksə nə qədər insulin vurmuş oluruq. Onun indi qramajı olaraq hesablanır, qramajı olaraq, yoxsa kilokalori olaraq hesablanır? Yəni, mənim yanıma məsələn pasiyentlər gələndə endokrinoloqlar çox yönləndirirlər. Yəni bu bir neçə dəfəyə öyrənilən bir şey deyil. Bəzən bir ay dalbadal demirəm, amma həftədə bir dəfə, 10 gündə bir dəfə gəlirlər və bir dəfədən yadda qalan bir şey deyil və bunlara öyrədirik biz ki, yəni bu qədər karbohidrat yeyərsənsə, məsələn, mənim bir pasiyentim var idi, deyirdi ki, doktor, mən inanmazdım ki, 3 dənə yumurta yeyəcəm, mən insulin vurmayacam. Yəni bunları izah eləmişdik ki, protein qrupundan olan qida, çünki protein qrupunda 0 karbohidrat var. Qidanı nə qədər yeyirsəniz, belə siz insulindən istifadə eləməyəcəksiniz. İndi izah eləyəcəm mən sizə. Ən çox karbohidrat nəyin tərkibində var? Ən çox taxılların tərkibində var karbohidrat. Taxıllar dediyimiz, məsələn, çörəyin tərkibində. Çörəkdir, qarabaşaqdır, düyüdür, vermişil makarondur, yəni bunların hamısı belə karbohidratla zəngin olan qidalara aiddir və biz bunları miqdar olaraq bölürük. Məsələn, 3 qaşıq qreçka, qarabaşaq yeyiriksə və yaxud da ki, 1 dilim 30 qramlıq bu qədər, ovucumuzun içinə qədər, bəli, ovucu içi boyda çörək yeyiriksə 15 qram karbohidrat qəbul eləmiş oluruq. Mən bunların hamısını izah edirəm və yəni yazdırırıq, bunlar öyrənirlər əslində bu xəstə pasiyentlər belə özləri sonuçda nə qədər insulin vura biləcəklərini bilirlər. Və yaxud da ki, 3 qaşıq düyü yeyiriksə, aş yeyiriksə, tutaq ki, onun tərkibində 15 qram karbohidrat vardır. İstəyirəm bir, belə deyim, misallar üstündən gətirəm. Bir də daha açıqlayıcı olacaq. Yanında əgər tutaq ki, biz yanında qida qrupları vardır ki, tutaq ki, yanında bir ayran içdik, bir stəkan ayran. Əslində ayran özü proteinlə zəngin hesab olunsa da tərkibində karbohidrat vardır, 10 qram karbohidrat vardır və 4 qram protein vardır. Deməli, əgər bir stəkan 114 kalorik bir stəkan ayran içiriksə, bir dilim çörək yedik. Tutaq ki, 15 qram karbohidrat, bir stəkan ayran içdik, tutaq ki, 10 qram karbohidrat düzdür, oldu 25 qram karbohidrat və soyutma ət yeyirik. Ətin tərkibində, protein qrupundan olan qidaların tərkibində 0 karbohidrat var. Nə qədər ət yeyiriksə və yaxud da ki, səhər 2-3 dənə soyutma yumurta yedik, deməli biz 0 qram karbohidrat qəbul elədik. Ona görə həmişə tip 1 şəkərli diabetdən əziyyət çəkən insanlara deyirəm ki, siz protein ağırlıqlı qidalara daha çox üstünlük verin. 0 karbohidrat yedik və yanında tutaq ki, səbzələr yedik, bir salat yedik, düzdür. Salatı çox zaman hesablamırıq karbohidrat azdır deyə, amma mən hesablatdırıram çünki bizdə miqdar yəni bilinmir. Oturub baxırsınız ki, yəni tutaq ki, deyirik ki, 4 xörək qaşığı bişmiş səbzə yeyib, baxırıq ki, 4 olmur, 6 olur, 7 olur. Ona görə mən çox vaxt hesablatdırıram.
4 xörək qaşığı bişmiş və yaxud da ki, bir su bardağı, bir su stəkanı qədər çiğ səbzə eyni tərkiblidir və onların da tərkibində 6 qram karbohidrat var. Tutaq ki, biz 1-2 su bardağı da tutaq ki, deyim ki, bir çoban salatı yemişik. Nə qədər oldu? 25, o da 6, 31 qram və belə bir tənasüb qurulur və 31 qram bu bir tənasübdə ilkin başlayan, əgər başlanğıcdayıqsa biz tip 1 şəkərli diabet xəstəsi başlanğıcda bizə müraciət edibsə, onda bir mütənasibi belə qururuq. 15 qram karbohidrat qəbul eləmişiksə, 1 ünit insulin vurulmalıdır və tənasüb. Məsələn, 31 qramda nə qədər? 31-i bölündə 2 ünit. Bilmirəm, izah eləyə bildimmi? Tamaşaçı gələn verilişlərdə bunu təkrar danışarıq. Misallar üzərindən daha yaxşı, yəni anlaşılır. Tip 1 şəkərli diabet xəstələri ümumiyyətlə çox diqqət eləməlidirlər. Qidalanmalarına daha belə deyim, göz açıq olmalılar, daha yediyi qidaların tərkibini daha yaxşı bilməlidirlər, daha çox öyrənməlidirlər, daha çox yəni bizdən məsləhət almağa çalışmalıdırlar. Çünki sonuçda yəni stabil olaraq 3 ünit səhər, 2 ünit məsələn günorta, 4 ünit axşam insulindən istifadə eləməsinlər.